Axşamınız xeyir qızlar, necəsiniz? Bu vlogda həm axşam yeməyimiz, həm sonrası var. İzləsəniz görəcəksiniz. Mənim yoldaşım işdən birdən tez gəlir, birdən geç. Tez gəldiyi halda isə həmişə ona deyirəm ki, Mirayla daha çox vaxt keçir, Miraya daha çox sevgini göstər. Eyni şəkildə biz bir-birimizi Mirayın yanında daha çox qayğıkeş, sevgi dolu göstərək ki, bizim qızımız da bu həyatdan, sevgidən məhrum qalmasın, sevgi dolu böyüsün. Çünki atasından sevgi görməyən qızlar həmişə böyüdüklərində kənarda özlərinə yalançı sevgi axtarırlar. Mən bunu belə görmüşəm öz həyatımdan. Çünki özüm də atasız bir qızam. Ona görə də həmişə deyirəm ki, atasız qızların qəlbi qırıq, kövrək, sevgi görməyən qızlar isə kənarda sevgi axtaran olurlar. Və biz də həmişə Miraya çalışdığımız qədər indidən sevgimizi göstəririk və bir-birimizə onun yanında hörmət edirik ki, o da özünü dəyərli hiss etsin. Siz nə düşünürsünüz? Vlogda yazmağı unutmayın və bəyənib kaydedib takip atsanız çox sevinərəm. Belə qızlar, axşam yeməyi bitdikdən sonra qabları yudum, daha sonra Mirayı yatızdırıb özümüzə dincəlmə saatı etdim. Əlimə nə keçdisə, evdə nə var isə ondan süfrəyə düzüb gözəl çayımızı içdik. Və bilirsiniz ki, mən evdən pul qazanan xanımam, həm də yoldaşıma bu şəkildə dəstək oluram. Siz də mənimlə bir yerdə işləyib ailənizə dəstək olub aylıq 500-600 manat qazana bilərsiniz. Hələlik qızlar, gecəniz xeyrə, sevgi dolu keçsin.